Novruzun tarixi. Min illər əvvəl insanlar təbiəti diqqətlə müşahidə edirdilər. Onlar günəşin hərəkətinə baxaraq anlayırdılar ki, ilin müəyyən bir günü gəlir ki, gecə ilə gündüz bərabərləşir. Məhz bugün, yazın başlanğıcı, sonradan Novruz bayramının əsasını təşkil etdi. Novruz sözü fars dilindən gəlir və yeni gün deməkdir. Tarixi mənbələr göstərir ki, bu bayram ən azı bir neçə min il əvvəl yaranıb və qədim İran mədəniyyəti ilə bağlıdır. Novruz hər il 21 mart tarixində qeyd olunur. Bugün günəş ekvator üzərində olur və gecə ilə gündüz demək olar ki, eyni uzunluqda olur. Bu hadisə bahar bərabərliyi adlanır. Azərbaycanda Novruzdan əvvəl 4 çərşənbə qeyd olunur. Su, od, yel və torpaq çərşənbələri. Bu ənənə təbiətin oyanmasını simvolizə edir. Bayram zamanı insanlar tonqal yandırır və onun üzərindən tullanırlar. Bu adət qədim inanclara görə təmizlənmə ilə əlaqələndirilir. Novruz süfrəsində səməni xüsusi yer tutur. Bu cücərmiş buğdadır və yeni həyatın başlanğıcını göstərir. Bugün Novruz təkcə Azərbaycanda deyil, bir çox ölkədə qeyd olunur və 2010-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Maraqlı fakt, Novruz bayramı yazın başlanğıcı ilə bağlı ən qədim və bugünə qədər qorunub saxlanılan ənənələrdən biridir.